Bayıl Aras filialında administrator vəzifəsində işləyirdim və artıq eşitmişdik ki, müharibə başlayıb. Mən özüm demək olar ki, könüllü getmişəm müharibəyə. Amma valideynlərimə, evdəkilərə mən öz yaxınlarıma bildirməmişdim müharibəyə yola düşəcəyimi. Həmin vaxt mən nişanlı idim. Öz şəxsi əşyalarımı, nişan üzüyümü, telefonumu, mobil telefonumu, saatımı öz yaxınlarıma, dosta məni yola salan yoldaşlara vermişdim ki, onları bizim evə təhvil versinlər. Həmin vaxt mən evdən valideynlərim, yaxınlarım bildi ki, mən müharibəyə getmək məqsədilə rayona gəlmişəm. Və elə həmin gündə 29 sentyabrda mən döyüş bölgəsinə yola salındım. Müharibədə döyüş yolum Cəbrayıl, Qubadlı, Laçın şəhərinə qədər biz irəliləmişik. Müharibədə olduğum bölük deyək, bölmə deyək, tank əleyhinə bölük olub. Adətən bizim tək hədəfimiz tank vurmaq olmayıb, yəni silahımız raket olub. Biz düşmənin özü hərəkət edən texnikasını, canlı hədəfini və ya hansısa bir məskunlaşdığı zonanı bizim bölüyün vurma təyinatı olub. Bizim əslində bölüyün bizim hərbi tapşırığın ən çətin tərəflərindən biri də olub ki, biz müharibə zamanı əslində hədəfimizi sığınaraq göz almamışıq. Biz hədəfimizi biraz da yüksəklikdə durmaqla, biraz da yüksəkdən atəş açmaqla biz hədəfimizə həmişə göz almağa çalışmışıq. Yəni silahımızın təyinatı olub. Ona görə də bizim müharibə dönəmimiz, müharibə dövrümüz həqiqətən çox ağır olub, çox çətin olub. Yəni düşmən bizi daha rahatlıqla görə bilib, düşmən bizi daha sərbəst şəkildə vurmağa çalışıb. Şəhid olanlarımız da olub, yaralılarımız da olub, qazilərimiz də olub. Amma bugünkü günə min şükür ki, sağ-salamat gəlmişik öz ailəmizə, öz işimizə. İşə qayıtdığım gün mağazamızda işləyən iş yoldaşlarımızın deyək də, orada düzdür mən administrator vəzifəsində işləyirdim. Mağaza müdürümdən tutmuş personallarımız, hər biri mənlə necə deyim, belə qucaqlaşıb, çox belə böyük həsrətlə görüşüblər, həsrətlə məni qarşılayıblar. Və həmin gün mənim öz iş yoldaşlarım deyək, öz personallarımız deyək, bir növ toy bayram elədilər, bizim işə qayıtmağımızı. Həqiqətən sağ olsunlar, çox yaxşı qarşılayıblar, elə xatırlayıram. Müharibənin o qədər məsuliyyətini, müharibədə o qədər şəhid yoldaşlarımız, yaralı yoldaşlarımız, bu kimi şeyləri, bu kimi ağır hissləri gördükdən sonra düşünürəm ki, mən normal gündəlik həyatda belə maksimum dərəcədə məsuliyyətli olmalıyam, maksimum dərəcədə səhvlər etməməliyəm. Mən elə fikirləşirəm ki, müharibə iştirakçısı, müharibə veteranı, müharibə qazisi kişi olaraq, Azərbaycan kişisi olaraq, bu daşınacaq ən böyük şərəfli addır.